Deməli, dəyərli əməkdaşlarım, bütün sosial şəbəkələrdə fake İlham Əliyevdən baxın. Fake İlham Əliyevdən, bu fakedir. Yeriyəndə əlini gah qabağına qoyur, gah dalına qoyur. Heç İlham Əliyevə oxşamır. Bu fake İlham Əliyevdir, baxın. Dəyərli əməkdaşlarım, bunu lap diqqətdən istəyirəm göstərəm sizə, amma fokus məsafəsinə görə düzəməlli düşmür. İstərsə bunu paylaşanlar özləri də qoya bilər. Və dəyərli vətənlərim, dəyərli soyda, bu həqiqi İlham Əliyev. Görürsünüz, həqiqi İlham Əliyev. Elə deyilmi? Həqiqi İlham Əliyev. Həqiqi İlham Əliyev. Elə deyilmi? Elə stoykasından bəllidir. Amma bu fake İlham Əliyevdir. Fake İlham Əliyevdir bu. Baxın, baş, göz, quruluş, qulaq, burun, hər şey. İndi deyə bilərsiniz ki, burnunu düzəltdirib. Bütün sistem dəyişib. Yaxşı. Yalan gerçək bəyək qadan alim. Mən bir-iki prezident aparatından əlaqəli adamla danışdım. Dedi, prezident aparatında yuxarı tərəfində pıçı-pıçı gedir. Dedim, ay, nə pıçı-pıçıdır? Dedi, Qabil, sən deyirsən, o vaxtı Rövşən Əkbərov və Səmətulun qız nəvəsi Nazir Mavini, o general Kərim Vəliyev, İlham Əliyevin 13-cü ildə 3 milyarda İsrailin gücünlə oxşarını, yəni oxşarını, çox tədbirlərə özü getməsin, oxşarını hazırlatdırıbdı 3 milyarda. 3 milyarda. İndi bu oxşarı hazırlayan ingilislərlə əlaqəli şirkətlər də, yəni belə ki, hansısa bir laboratoriyalardır da, hansısa bir adamı düzəldirlər, dəyişdirirlər, üz, göz, maska, sifət, o Polad Ələmdarı necə dəyişmişdilər? Bunu da elə. Deməli, deyir ki, Qabil deyir, prezident aparatında söhbət gedir ki, İlham Əliyev 3 milyard verməli idi oxşarının hazır olmasına. Amma pulun yarısını ödəməyibdi. O da oxşar da elə bir ki, birdən-birə düzəltmirlər, ha. Məsələn, estetik əməliyyatlar, dəri əməliyyatları, müəyyən əməliyyatlar olur. 6 aydan birdən bir, yəni yavaş-yavaş əməliyyata soxurlar da. Aylar yox, illər çəkir bu. İlham Əliyev də ilkin ödənişi eləyibdi, pulu vermirmiş. Necə ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qayını Hacı Qalib Rəsul Quliyevin Bakıdakı bağ evini 5 milyona alıb pulun çoxunu vermir, ha. Adca verdi, aldı. Yarıdan çoxunu vermir deyə məhkəməyə düşüblər, ha. İndi bunlar da, bu laboratoriyalar, bu şirkət, bu işi görən tək Yahudilər də deyil, bu başqa güclərlə əlaqəlidir. Baxırlar ki, İlham Əliyev pulu vermir, verməkdən deyim, boyun qaçırır. Bunlar da İlham Əliyevin oxşarında bəzi detalları düzgün yerinə yetirməyiblər. Elə bir ki, qardaş, maşın alırsan, deyirsən, maşının yarı pulunu verirəm, yarısını da verəcəm, maşını götürəcəm səndən. Yarı pulu vermirsən, maşını götürürsən və yaxud söz verirsən, verəcəm, götürürsən, sonra baxırsan ki, adam maşını 50 dənə əmma eləyib, təzə təkərləri çıxardıb köhnəsini basıb yerinə, müxtəlif əmmalar eləyib. Mində deyir, pulumu gətir, təkərləri qaytarım, maqintafonu qaytarım, monitoru qaytarım. Bəli. Hə, indi nədir məsələ? İlham Əliyevin oxşarı qadındır. İlham Əliyevin oxşarı var, oxşarı. Keçmişi qadın olubdur. İlham Əliyev 3 milyardı vermədiyinə görə, yəni bir hissəsini verib qalanını vermədiyinə görə, bunlar əməliyyatı biabırçı şəkildə sonlandırıblar. Yəni, İlham Əliyevin oxşarının cinsi orqanı yoxdur. Yəni, istər qadın, istər kişi, cinsi orqan qoymayıblar. Yəni, Mehriban Əliyeva, İlham Əliyevin oxşarınla, İlham Əliyev öz deyib, o gün tanıyırım oxşarımı, tanıyırmı?
Zaten belki de İlham Əliyev de bilirmiş, deyiblər ki, sən pul vermirsən, onda cinsiyyət orqanı qoymayacağıq. İlham Əliyev de deyib, məcbur qoyacaqlar, o nə deməkdir ki? O nə demək? Bə hardan pis eləyəcək? Və quşlar ki, necə ki, bəzi canlılar var, ha, sıçdığı yerdən siyir, ha, götündən. Bax, İlham Əliyevin o oxşarı prezident aparatında danışırlar. Mən onların yalancısıyam. İlham Əliyevin oxşarı sıçdığı yerdən siyir. Yəni, onun nə mıtığı var, nə lülüşü. İlham Əliyevin hər kəsə attı, arvada attı, uşağa attı, dosta attı, dünyanın böyük ailələrinə, Astor ailəsi, Rockefeller, Soros, hamıya attı, Putinə attı, Erdoğan'a attı, xalqa attı. Ay, hamıya ata gəldi. Ay, axırda bunun oxşarını düzəldən adama da attı. Ay, cəmiliyə də attı. Ay, uşağın elindən aldı, atdı. Ay, nə bilim, dədəsinin milyonun cinayətçi qaldırdılar, dədəsinə atdı. Ay, anasını ümumiyyətcə zəhər atdılar, yeməyinə öldürdülər anasını Mehriban. Ay, kişi, hamıya attı. Atan şıqdı İlham Əliyev. Bir dənə bilmə, Allah Teala'ya da atır bu adam. Atış gəlir. İndi bax, ha, yeganə bunun oxşarını düzəldirlər, oxşarını. İşin yarıdan o ana pulu ötürmür deyə. Bunu düzəldənlər deyənməz ki, İlham Əliyev ver pulu, cinayətçi qaldırırlar, beynəlxalq məhkəməyə verərlər. Belə şey gizlin aparılır. Bunu eləyənməzlər. Nə eləyirlər? Cinsi orqan qoymurlar. Cinsi orqan yoxdur. Sadəcə CD kanalını anons dəliyindən çıxardırlar. İlham Əliyevin oxşarını görmüşsünüz, ha? O adam əslində qadındır. Elə işitdim. Bəlkə də qadın deyil. Axırı ki, bütün hallarda deyirlər qadındır. Və cinsi orqanı yoxdur. Əgər İlham Əliyev pulu yaxşı versəydi, həm əməliyyat yaxşı aparılacaqdı, burun, baş, hər şey İlhama oxşayacaqdı, həm də cinsi orqanı yerində olacaqdı. Bəlkə də İlham Əliyevə deyirlər, cinsi orqan qoymayacam, mənim oxşarımdır da. Mənim adımla, mənim oxşarımın şeyi durub, niyə Mehribanı, Cəmiləni onu bunu qayırmalıdır? Hələ cinsi orqanı olmasın deyib, onsuz da pulu vermirəm, bəsdir, o qədəri bəsdir. Vəssalam. Uzun sözün qısası, qardaş, İlham Əliyevin oxşarının, hansı ki görünür, qulaq başqa, alın başqa, figura başqa, duruş başqa, hərəkət başqa, hər şey başqadır. İlham Əliyevin oxşarının cinsi orqanı yoxdur. İlham Əliyev oxşarına ayrılası, verəsi 3 milyard dolların bir hissəsini verməyib deyə, həm görünüş zəif düzəldilibdir, eyni zamanda cinsi orqan qoyulmuyub, cinsi orqan. Yəni, piş-piş nə qadın kimi mamışı var, nə də kişi kimi lülüşü var. Sadəcə bağlanıbdır, CD kanalı anons dəliyindən buraxılıb. İlham Əliyevin oxşarı quşlar kimi sıçdığı yerdən siyir. Sıçdığı yerdən siyir. Bəzi heyvanlar deyilədi. Ay, deyir, qulaq gündə bir şey eşitməsə, kör olar, kar olar. İlham Əliyev, bəs döysən bə. Bəs döysən bə. Ağlımıza gəlməyəni başımıza gətirirsən sən. Bəs döysən bə. Adam mutfilmdir, ha. Adam mutfilmdir. Elə danışır ki, adam, öz 30 il deyini sözü deyir, ha. Həm dədəsi ölməmişdən. İnan Allaha. Dəyərli həmvətənlərim, elə danışır ki, elə bil ki, özün belə düşünürsən, fikirlərsən ki, mən bu ölkədə mi yaşayıram, ümumiyyətcə mən bu planetdə mi yaşayıram? Amerikanın axırıncı John Nisinin belə bizdən xəbəri var. Əcəba, mən bu planetdə mi yaşayıram? Ya İlham Əliyev uzaydan gəlibdir. Ya mən başqa bir ruhlar aləmindəyəm, nə bilim, hansısa bir cənnətdəyəm. İlham cənnətdən danışır, cənnətdəyəm. Amma cəhənnəm yaşayıram axı mən. Cənnət kimi metodika cənnət, praktika cəhənnəm. Kayf elə canım, kayf elə. Nəysə, İlham Əliyev. Nəysə, Mehriban Əliyev o da o. Bilirsiniz də Mehriban Əliyev o da. Belə sağ-sol eləyib. Mehriban kimə baxırsa onu lütf fikirləşir. Deyib ki, deyib, İlham Əliyev, mən deyib, ancaq insanları cinsi orqandan tanıyıram. İlhamı təsəvvürlə belə tanımayıbdır.
deyib soyun tanıyıb, indi soyundurubdur. Görün buna neçə santimetrə mıx qoyublar da, cins orqan qoyublar. Mehriban Əliyev. O ya baxıb ki, bunun düppələn düzdür, deşik meşik yoxdur burada. Nə lülüşü var, nə deşiyi var. Nə qadın, nə kişi. Və hardan siyirsən, o götdən. Ay vızqır lan, iyrənə Mehriban Əliyeva qovubdur. Əcəba, İlham Əliyevin oxşarına, o hansı neçə gün efirə çıxdı. O Slovakiya prezidentini azaddan görsün. Oxşarını küçədə zadda görsəniz oralarda birdən o. Heç olmasa milyard yarım verilib. Yarısı verilməsə pulun yarısı verilibdir. Milyard yarım. Oralarda rast olsanız video çəkərsiniz, atarsınız ma.